Bugün sizə çox yayılmış bir halda boyun ağrılarından danışmaq istəyirəm. Boyun ağrıları adətən əzələ gərginliyi, uzun müddətli kompüter, telefon istifadəsi, düzgün olmayan yatış formaları və onurğa problemləri nəticəsində yaranır. Xəstələr çox zaman belə şikayətlər edir. Boyundan başlayan başa, çiyinə yayılan ağrılar. Başı hərəkət etdirdikdə boyunda sızıltı. Bəzən isə qola yayılan keylik və zəiflik hissi. Bu hallar çox zaman boyun osteoxondrozu və ya disk yırtığı ilə əlaqəli olur. Amma narahat olmayın, erkən mərhələdə həyat tərzi dəyişiklikləri, düzgün duruş və boyun hərəkətləri vasitəsilə bu ağrılardan xilas olmaq olar. Əgər sizdə davamlı baş verən ağrılar varsa, bu ağrılar qollara yayılırsa, qollarda keylik və əzələ zəifliyi müşahidə edirsinizsə, mütləq nevroloqa müraciət edin. Unutmayın ki, hər bir ağrı siqnaldır. Bədəniniz sizə nəsə demək istəyir.